ABŞ Tehranın nüvə güzəştləri müqabilində İrana qarşı dəniz blokadasını ləğv etsə də, zərurət yaranarsa onu bərpa edə bilər. Telegraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump deyib. Stat: İran gələcək illər ərzində nüvə obyektlərində yoxlamalara qeyd-şərtsiz razılıq verib. İran uzun illər üçün ən yüksək səviyyəli nüvə yoxlamalarına tam bir qeyd-şərtsiz razılıq verib. Bu yoxlamalar nüvə sahəsində dürüstlüyü təmin edəcək. Əgər onlar buna razılaşmasaydılar, heç bir əlavə danışığı aparılmazdı. İranın bu və digər əhəmiyyətli güzəştlərinə əsaslanaraq Hörmüz boğazına əlavə dəniz blokadası olmadan açıq saxlamağa razılaşdım. Amma blokadanın bərpa edilməsi lazım gələrsə, bütün gəmilər yerində qalacaq. Amma bu hazırda çox az ehtimal olunur. Statın sonu. Trump əlavə edib ki, İranın dondurulmuş aktivləri yalnız ABŞ-dən kənd təsərrüfatı məhsulları və dərmanların alınması üçün istifadə olunacaq. Stat: ABŞ xəzinədarlığı tərəfindən buraxılan vəsaitlər və ya sanksiyaların yumşaldılması çərçivəsində alınan vəsaitlər ABŞ-nin nəzarətində olan escrow hesabına köçürülür və yalnız ABŞ-dən qarğıdalı, buğda və ya soya da daxil olmaqla qida və dərman almaq üçün istifadə olunacaq. Statın sonu. Politolog Turab Rzayev ABŞ və İran arasında mümkün sülh sazişi haqqında danışarkən bunları deyib. Stat: Düşünürəm ki, İranla razılığa gəlmək çox çətin olacaq, çünki elan olunan şərtlər həddindən çox İranın lehinə və ABŞ-nin əleyhinə kimi görünür. Yaxın Şərqdə İranın təhlükəsizliyi artır. Həm Hörmüz boğazı, həm də raket müdafiəsi ilə bağlı İranın təsir imkanları artır. İran istədiklərini yenə əldə edir. Sanksiyalar götürülür və dondurulmuş vəsaitləri bərpa olunur. Amma bu vəziyyətdə ABŞ nə əldə edir? Sadəcə atəşkəsin davamını. Bu şərtlər altında müqavilə yəqin ki, ABŞ-yə sərf etmir. Statın sonu. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.